Salam uşaqlar, bu gün sizə bu tip məsələnin necə həll olunduğunu rahat və asan bir şəkildə göstərmək istəyirəm. Gəlin ilk olaraq məsələnin şərti ilə tanış olaq. Deyir, neytral atomda cəmi 46 zərrəcik var. Neytron sayı proton sayından bir vahid çox olarsa, kütlə ədədini müəyyən edin. İlk olaraq bizə məsələnin şərtinə deyir neytral atomda. Biz də bilirik ki, neytron atomda proton sayı elektron sayına bərabər olur. Və biz bilmirik hansı atomdur. Ona görə həmin atomu X ilə işarə edə bilərik. Daha sonra, əgər neytral atomda proton elektron sayına bərabərdirsə, protonu A ilə işarə edəsək, elektronu da A ilə işarə edərik. Və deyir, neytron sayı proton sayından bir vahid çoxdur. Deməli, proton sayı A-dırsa, neytron sayı da A üzərinə gərək 1-dir. Yəni, bir vahid çoxdur. Və deyir ki, cəmi atomda olan cəmi 46 zərrəcik var. Onda biz bu zərrəcikləri toplayıb, proton, neytron və elektronların saylarını cəminə toplayıb 46-ya bərabər eləyə bilərik. Yəni, neytron sayı olan A üzərinə gəlsin 1, üzərinə gələk proton sayı A-nı, üzərinə gələk elektron sayı A-nı. Və bunların cəmini 46-ya bərabər eləsək, indi isə gəlin daha da sadələşdirək. 3A üzərinə gəlinsin 1 bərabərdir 46. Yəni 3A bərabərdir 46 çıxılsın 1. 3A bərabərdir 45-ə. A da bərabərdir 15-ə. Və buradan kütlə ədədini müəyyən edin deyir. Gəlin A-nın yerinə 15 qoysaq, bu zaman neytron sayı bərabər olacaq. Gəlin buradan yazaq. Neytron sayı bərabərdir 15 üzərinə gəlinsin 1, o da bərabərdir 16. Proton sayı da bərabərdir elə 15-ə, A-nın özünə bərabərdir. Və bizdən kütlə ədədi müəyyən edin deyir. Kütlə ədədi bərabərdir protonla neytronun sayları cəminə bərabər olduğundan, onda proton və neytron 15 ilə 16-nın cəmini bərabər edərəm kütlə ədədinə. Deməli, həmin bu neytral atomun kütlə ədədi 31-ə bərabərmiş. Doğru variant D variantı olacaq.